10 dərsin içərisində biz çox şeylər öyrədik tələbələrə, nə lazımdırsa. Bax, birinci dərsimizin mövzusu, nə idi birinci dərsimizin mövzusu? Yola çıxdıq Fuad səndən. Yola çıxmaq. Nə keçdik? Tələbənin bilik bazasının artırılması idi. Maşında ən xırda detallar kimi izah olunur. Hətta kapotu qaldırırıq, orada nələrə diqqət etməlisiniz, sürücü olaraq nələrə fikir verməlisiniz, yoxlamalısınız. Gözlə bağı maşın keçsin, girib düşər. Onlara öyrədirik, yerini nizamlamaq, gücləri nizamlamaq, sürət aksunuzu işləyir, sürüşən üzrəndə məşqlər edirik. Sonra sürürük meydançı ətrafında. Növbəti dərsi yenə dönmə qaydaları, manevr qaydalarını öyrənirik, sonra çıxırıq yollara. Yollarda da ən vacib olaraq öyrədirik. Daha sonra artıq 6-cı dərsdən sonra arxa-arxa sürüşlər gəlir. Arxa-arxa sürüşlər öyrədirik, arxa-arxa ziqzaq və hərəkətlər, bunlar keçirilir. Daha sonra parklanmanın bütün növləri öyrədilir. Ondan sonra yenə yola qaydırıq. Tələsmə məsafə çatır qardaşım. Ətraflı məlumat üçün 070 717 00 78 nömrəsindən yaza bilərsiniz.